Salam dostlar, mən Rəvan və bugün sizinlə internetin təməllərini və arxa plandakı texnologiyalarını dərindən öyrənəcəyik. Sadəcə səthi deyil, biraz da texniki dərinliklərdən danışacağım. Mövzumuzda domain nədir, hosting necə işləyir, DNS hansı mərhələləri keçir, CDN nədir, nə işə yarayır kimi suallara cavab verəcəyik. Yəni elə başa salacağım ki, həm yeni başlayanlar, həm də artıq proqramlaşdırma ilə məşğul olanlar faydalı məlumatlar əldə eləsin. Əgər hazırsınızsa başlayaq. İnternet nədir? İnternet sadəcə sosial mediaya girib, yəni şəkil paylaşmaq deyil. Yəni bu milyardlarla cihazın TCP/IP protokolları vasitəsilə bir-biri ilə əlaqə qurduğu nəhəng bir qlobal şəbəkədir. Yəni onun sayəsində biz dünyanın istənilən nöqtəsindəki serverlə əlaqə qurub istədiyimiz məlumatı saniyələr içərisində əldə edə bilirik. TCP/IP nədir? TCP/IP internetdə məlumatların cihazlar arasında etibarlı və ardıcıl şəkildə ötürülməsini təmin edən protokoldur. Yəni TCP Transmission Control protokoldur, IP isə internet protokoldur. Yəni TCP məlumatı parçalara ayırır, IP isə onları düzgün ünvanlara çatdırır. Bu əlaqə modeli demək olar ki, internetin təməl daşlarından biridir və onun düzgün işləməsi sayəsində əslində veb-saytlar, tətbiqlər, oyunlar, hətta e-mail sistemləri problemsiz şəkildə işləyir. TCP/IP olmasaydı məlumatlar qeyri-sabit, natamam və nizamsız şəkildə ötürülərdi. Bu isə internetin etibarsız və istifadə üçün yararsız hala gəlməsi demək idi. Yəni məsələn YouTube-da sən bir video açırsansa, bu sorğu sənin cihazından çıxır, routeri keçirək ISP-yə. ISP internet service providerdir. ISP-yə ötürülür. Daha sonra ISP vasitəsilə bu sorğu internet backbone adlanan beynəlxalq şəbəkəyə çatdırılır. Və oradan da artıq videonun saxlandığı serverə yönləndirilir. Bu nöqtədə DNS prosesi işə düşür, IP ünvanı tapılır və nəticədə videonun saxlandığı serverdən data sənin brauzerına ötürülür. Yəni bu sistemin işləməsi üçün təkcə internetin mövcudluğu kifayət eləmir. Bağlantının yönləndirilməsi, idarə olunması və düzgün adreslənməsi lazımdır. Bəs biz bir veb-saytın konkret IP ünvanını necə xatırlayırıq? Yəni əslində xatırlamırıq. Burada domain anlayışı bizə kömək eləyir. Artıq növbəti mərhələyə keçirik, domain sisteminə. Domain nədir? Domain internetdə hər hansısa bir saytın arxasında bir IP ünvanı dayanır. Lakin bu ünvanları yadda saxlamaq heç əlverişli deyil, yəni rahat deyil. Məhz bu çətinliyi aradan qaldırmaq üçün domain anlayışı yaranıb. Domain IP ünvanlarına verilən oxunaqlı və yadda qalan adlardır. Məsələn, google.com əslində bir IP ünvanına bağlıdır, lakin insanlar üçün onu yadda saxlamaq və istifadə etmək daha rahatdır. Əgər hər dəfə hər hansı bir veb-sayta daxil olmaq istədikdə IP ünvanlarını əzbərləmək məcburiyyətinə qalsaydıq, internet bu qədər geniş istifadə olunmazdı. Bu problemi həll etmək üçün domain adlı sistemi yaradıblar və belə deyək, bu sistem vasitəsilə adlar IP ünvanına çevrilir. Domain əsasən 3 strukturdan ibarətdir, 3 əsas hissədən ibarətdir. TLD, yəni top level domain. O domain sonundakı hissəyə deyilir. .com, .az, .ru, .org falan bunlar TLD-lərdir. Daha sonra second level domain gəlir. Yəni saytın əsas adı. Məsələn, google.com-dakı Google sözü second level domaindir. Yəni belə deyək, axırdan əvvəl oxuyuruq da. TLD top level, axırıncısıdır .com, .org və s. Sonra gəlir second, yəni ikinci. O da ki saytın adıdır, yəni google.com. Bir də subdomain var. Məsələn, blog.google.com məsələn. O əsas domainə əlavə edilən hissəyə deyilir. Əlbəttə ki, bu domain adlarının işləməsi və browser tərəfindən başa düşülməsi üçün arxa planda çox güclü və kompleks bir sistem dayanır. Bu da bizi DNS-in necə işlədiyini izah etməyə gətirib çıxarır. DNS nədir və necə işləyir? DNS internetin arxa planda işləyən ən vacib sistemlərindən biridir. Təsəvvür edin, siz telefon kitabçasında birinin adını tapırsınız və onun nömrəsini yığaraq ona əlaqə qurursunuz. DNS isə tam olaraq belə işləyir. DNS isə domain adlarını IP ünvanlarına çevirərək eyni işi görür. Bu sistemin köməyi ilə browseriniz siz məsələn youtube.com yazdıqda əslində hər hansısa bir məsələn 142.250.190.14 kimi bir IP ünvanına qoşulur. Bu çevrilmə mərhələsində DNS resolver,
root DNS server, TLD server, alternative DNS server iştirak edir. İlk olaraq başlayaq DNS Resolver-dan. DNS Resolver nədir? Browserın sorğunu ilk göndərdiyi DNS komponentidir. Əgər bu Resolver məlumatı tapmasa, prosesi digər mərhələyə ötürür. Yəni root DNS serverə. Root DNS server ən üst səviyyəli serverlərdir. Buradan siz artıq TLD-yə yönləndirirsiniz. TLD serverə yönləndirilirsiniz. TLD serverdə məsələn .com, .az, .org kimi domenlər üçün cavab verən sistemdir. Daha sonra gəlir alternativ DNS server. Yəni, həmin domenin IP ünvanını bilən və cavab verən son serverdir. Yəni, proses təxminən belə gedir. Browser əvvəlcə öz keşində axtarır. Əgər məlumat əvvəlcədən varsa, onu tez bir şəkildə bizə yönləndirir. Əgər yoxdursa, DNS Resolver ötürür. Resolverdən sonra keçir root DNS serverə. Root DNS serverdən TLD serverə, TLD-dən də alternativ DNS ardıcılığı ilə IP tapılır. Sonra cavab geriyə ötürülür və browser IP ünvanını əldə edir. DNS məlumatlarının nə qədər müddət keçdə saxlanılacağını müəyyən edən dəyərə də TTL, yəni time to live deyilir. Məsələn, TTL 3600 saniyədirsə, o IP ünvan 1 saatlıq yaddaşda saxlanılacaq. Bu da sistemin düzgün işləməsi üçün çox vacibdir. Yəni, əgər DNS cavabı gecikərsə və ya yanlış olarsa, veb-sayt ümumiyyətlə açılmaya bilər. Məhz buna görə də sayt sahibləri, yəni sayt quran insanlar çox vaxt Cloudflare-dən, Google DNS-dən və yaxud OpenDNS kimi etibarlı xidmətlərdən istifadə edirlər. Yəni artıq biz domeni yazdıq. DNS bizə IP-ni qaytardı və növbəti addımda o IP-yə qoşulmağa çalışırıq. Bu IP arxasında nə var? Hosting. Gəlin indi o necə işlədiyini araşdıraq. Hosting, sadə dildə desə, web-saytınızın yaşadığı yerdir. Yəni, bu serverlərdə HTML, CSS, JavaScript faylları, şəkillər, videolar, verilənlər bazası və yaxud da digər komponentlər saxlanılır. Yəni, hosting olmasa, domenin göstərdiyi IP-də heç bir məzun olmaz, yəni sayt açılmaz. Əsas hosting lövləri də shared hostingdir, VPS'dir, dedicated serverdir, cloud hostingdir və s. Shared hosting nədir? Yəni, shared hostingdə eyni serverdə yüzlərlə sayt olur, yəni resurslar paylaşılır. Shared hostingin üstünlüyü odur ki, ucuzdur, qiymət baxımından ucuzdur, lakin performansı zəif ola bilir. VPS nədir? VPS Virtual Private Serverdir. Fiziki serveri virtual olaraq bölür. Resurslar daha sabit və idarə oluna bilən olur. Daha sonra dedicated server var. Yəni, bir server tam olaraq sizə məxsus olur dedicated serverdə. Yüksək trafik və resurs tələb edən layihələr üçün idealdır. Daha sonra cloud hosting. Cloud hosting birdən çox serverdən ibarət bir sistemdir. Resurslar dinamik şəkildə bölüşdürülür. Yəni nətər? Sayt yüklənərkən hansı server az yüklüdürsə, həmin server cavab verir. cPanel, FTP, SFTP, SSH-lar isə faylları və serveri idarə etmək üçün istifadə olunan interfeyslərdir. Saytınızı qurduqdan sonra bu interfeyslər vasitəsilə faylları yükləyə bilərsiniz, dəyişə bilərsiniz və yaxud da konfigurasiya eləyə bilərsiniz, editləyə bilərsiniz və s. Artıq saytın harada yerləşdiyini və məzmunun haradan gəldiyini başa düşdük. Bəs bu məzmun istifadəçiyə necə çatdırılır? Browser serveri necə sorğu göndərir? Və saytın yükləmə prosesi necə baş verir? Bu sualların cavabını növbəti hissədə izah edəcəyik. Sayt necə yüklənir? Browser domen adını yazdıqdan və DNS bizə IP ünvanı tapıb qaytardıqdan sonra saytın məzmununu yükləmək üçün HTTP və ya HTTPS protokolu vasitəsilə serverə sorğu göndərilir. HTTP nədir? Hypertext Transfer Protokolu. Web browser və server arasında məlumat ötürmək üçün istifadə olunan əsas protokoldur. HTTPS isə bu protokolun şifrələnmiş, təhlükəsiz, yəni secure variantıdır. HTTPS-in sonundakı S hərfi də zaten secure sözündən götürülüb. Və SSL, TLS sertifikatı vasitəsilə məlumatların qorunmasını təmin edir. Browser əslində bu ardıcılığı qurur da. Birinci TSP əlaqəsi qurur. Əgər HTTPS isə TLS də işə düşür. Daha sonra get sorğusu göndərir. Məsələn, get.index.html. Daha sonra server həmin resursu cavab olaraq göndərir. Şəkildirsə şəkil, fayldirsə fayl, CSS fayldirsə CSS faylı, JS fayldirsə JS faylı və s.
Daha sonra browser bu cavabı parçalayıb səhifənin hissə-hissə göstərməyə başlayır. Bütün bu proses domeinin yazılmasından, sorğunun göndərilməsindən, cavab alınması, saytın browserda açılmasına qədər saniyələr içərisində baş verir. Bu mərhələdə səhifənin yüklənmə sürəti, fayl ölçüləri və server cavab vaxtı çox önəmli rol oynayır. Məhz buna görə də CDN texnologiyasından istifadə olunur. CDN nədir? CDN Content Delivery Network-dir. Yəni, websayt məzmununu coğrafi olaraq istifadəçiyə yaxın serverlərdən çatdırmaq üçün istifadə olunan şəbəkədir. Məsələn, belə deyək, hər hansısa bir server qurmuşsunuz, sizin serveriniz Almaniyadadır. Və həmin serverdə nələrsə var. Amma Azərbaycandakı istifadəçi üçün ora sorğu atdıqda cavab gecikə bilər. Amma əgər CDN istifadə olunursa, həmin məzmun Azərbaycana yaxın bir serverdə keşlənmiş halda saxlanılır. Daha sonra istifadəçi tez bir şəkildə məlumat ötürülür. CDN necə işləyir? İstifadəçi sorğu göndərir. CDN şəbəkəsindəki ən yaxın server həmin məzmunu cavablandırır. Əgər keşlə yoxdursa, əsas serverdən alıb yadda saxlayır. Nəyə görə yadda saxlayır? Ki, növbəti dəfə daha sürətli şəkildə cavab verə bilsin. Bayaqdan keş deyirəm. Keş nədir? Keş tez istifadə olunan məlumatlara müvəqqəti olaraq saxlanılmasıdır. Yəni, saytın sürətini artırmaq üçün, serverin yükünü azaltmaq üçün istifadə olunur ki, hər dəfə məsələn bir sayta müraciət edəndə hər dəfə bu proses, uzun proses təkrar baş verməsin. Bir dəfə keşdə yadda saxlanılır. Daha sonra həmin sayta müraciət olunanda artıq dataları keşdən bizə verir. Bir də serveri yönləndirmir. Yəni, uzun baş vermir proses. Ən məşhur CDN təminatçıları da Cloudflare'dir, Akamai'dir, Fastly'dir, Amazon'dur, Amazon CloudFront'dur və s. CDN həm yüklənmə sürətini artırır, həm də DDoS ataklar vardır. DDoS ataklarına qarşı qorunma funksiyası daşıyır. Xüsusilə o global auditoriyaya xidmət göstərən saytlar var, hansılar ki, ona dünyanın müxtəlif yerlərindən daxil olunur. Sırf bu saytlar üçün CDN demək olar ki, çox vacib komponentə çevrilib. İnfrastruktur tam quruldu. Sayt yüklənir, kontent çatdırılır, amma hosting aldığımızda bir sual yaranır. Yəni, indi sayt hazır deyil, amma domain almışam, nə olsun? Bax, bu halda istifadə edilən anlayış parket domaindir. Parket domain nədir? İstifadəçi domaini alır, lakin hələ sayt hazır deyil. Hosting provideri bu domaini parking page adlanan müvəqqəti olan bir səhifəyə yönləndirir. Bu səhifədə adətən bu domain satışdadır və yaxud da tezliklə xidmətinizdəyik, tezliklə gəlirik kimi bir mesaj göstərilir. Əksər hallarda parket domaini nə üçün istifadə olunur? Yəni, brendi qorumaq üçün. Brendi qorumaq nədir? Yəni, atıram, mən revanmammadov.com adlı bir domain almışam, amma saytı hələ ki hazırlamamışam. Kimsə məndən əvvəl özünə sayt hazırlayıb revanmammadov.com almasın deyə mən revanmammadov.com-u alıb parket domaini yerləşdirirəm. Yəni artıq bu domain alınıb, mənə məxsusdur. Amma saytı qurandan sonra, hostingi yerləşdirəndən sonra bu domaindən istifadə eləyəcəm. Əsasən rəqiblər eyni adı almasın deyə istifadə olunur və yaxud da gələcəkdə hər hansısa bir layihə qurmaq üçün əvvəlcədən domaini alırıq, reklam gəliri qazanmaq üçün domaini alırıq. Reklam gəliri nəyə görə vurğulayıram? Çünki parket domainlərdə reklam yerləşdirilir çox vaxt. Əgər domaininiz varsa, lakin hal-hazırda aktiv saytınız yoxdursa və yaxud da qurmaq istəmirsinizsə, onu parket vəziyyətdə saxlamaq çox yaxşı fikirdir. Beləcə nə domain əldən gedir, nə də boş görsənir. Yəni domain boşda qalmır. Burada artıq domain idarəçiliyi, yönləndirmə, DNS konfigurasiyası, subdomain yaratmaq kimi bir çox texnik terminlər meydana çıxır. Hansı ki, biz bu məsələlərə növbəti videolarda daha dərindən toxunacağıq. Bugünkü videoda sizlərlə internetin necə işlədiyini, domain və DNS anlayışlarını, hostingin nə olduğunu, websaytların necə yükləndiyini, CDN-in rolunu və parket domainlərin nə işə yaradığını detallı şəkildə izah etdik. Əgər siz bu sahədə yenisinizsə və ya artıq öz saytınızı qurmaq istəyirsinizsə, bu biliklər sizə mütləq şəkildə lazım olacaq. Yəni, irəlidə artıq SSL sertifikatları, subdomain yönləndirilməsi, DNS-in daha texniki aspektləri və eyni zamanda e-mail sistemləri, e-mail domainləri kimi mövzulardan da danışacağıq. Əgər videonu bəyəndinizsə, like edin, abunə olun və nəsə hər hansısa bir mövzuda çətinliyin yaranırsa, sual vermək istəyirsiniz, rəy bölməsində qeyd edə bilərsiniz. Gələn videolarda görüşənədək.